Deyir, şeytanın siyasəti bu cürdür. Yavaş-yavaş. Quran xutbə adlandırırdı. Şeytan birdən-birə gəlmir. Ya Allah, gəlmişəm şeytanım, səni yoldan çıxardam. Bu cür eləmir. Yaxınlaşmaq metodu var, siyasəti var. Əvvəl vəsvəsə eləyir birinci mərhələdə. Quran buyurur, fəvəssəvəsə ilək. Birinci vəsvəsə eləyir. İkinci mərhələdə toxunur. Məssəhum taifun. Quran buyurur, toxunur. Vəsvəsə edəndən sonra alınırsa, ikinci mərhələdə artıq toxunur, yaxınlaşır. Üçüncü mərhələdə artıq insanın sinəsinə yol tapır. Fi sudurin nas. Qəlbində yer tapır. Dördüncü mərhələdə fəhuvə ləhu qərin. Bu aya buyurur. Artıq həmişə ondan olur. Ruhuna opur. Necə ki, Həzrət Nəhcül Bəlağanın zahirən 7-ci xütbəsində buyurur ki, şeytan insanın ruhunda toxum qoyur. Bala qoyur. 5-ci mərhələdə şeytan insanı öz hizbinə, öz partiyasına gətirir. Rəsmi olaraq deyir ki, sən məndənsən, mənim partiyamdansan. Necə Quran buyurur, hizbu şeytan. Quranda var Hizbullah, Allah partiyası, Allah hizbi, Allahın cəbhəsi. Bir var hizbu şeytan. Şeytanın partiyası, şeytanın dəstəsi. 5-ci mərhələdə rəsmi olaraq deyir ki, sən məndənsən, şeytan fərzən hər partiyanın vəsiqəsi olur, bir vəsiqə də verir buna. Deyir ki, bəli, sənə vəsiqə də verirəm ki, sən mənim partiyamdansan. 6-cı mərhələdə artıq insanın rəhbəri olur. Bir çoxlarının rəhbəri şeytandır. Ki, Quran buyurur ki, və mən yəttəxidiş şeytana vəliyyə. Bir çox insanlar var ki, onların rəhbəri, vəlisi şeytandır. Yəni, şeytan rəhbərçilik edir. Və 7-ci mərhələdə budur ki, artıq elə bir dərəcəyə insan mənfi mənada dırnaqarası şəkildə elə bir vəziyyətə düşür ki, insanın özü şeytan olur. Şeyatinil insi vəl cin Quran buyurur. İnsan elə bir mərhələyə yetişir ki, artıq özü şeytan olur.